Bugün keçirik Ərdəbil hakimliyi, bir də Səfəvi dövlətinin yaranmasını. Ərdəbil hakimliyi 13-cü əsrdə Şeyx Səfiyyəddin Əl-İshaq Əl-Musəvi tərəfindən yaradılmışdır. Bu bir Sufi dərviş təriqəti ilə yaradılan Ərdəbil hakimliyini, yəni Sufi, daha doğrusu Sufi dərviş təriqətini yaradan şəxslər İslamın Şiə məzhəbinə məxsus idilər və onların təkcə Cənubi Azərbaycan ərazilərində deyil, ümumiyyətlə Anadoluda, Suriya, Fələstin və digər ərazilərdə ardıcılları var idi. Və bu Sufi dərviş təriqəti ilk dövrlərdən etibarən əsasən sənətkarlar, tacirlər, şəhərlər arasında yayılmışdı. Sonra isə daha geniş ərazilərə yayılmış bir məzhəb idi. Onların ardıcılları adlanırdı, belə müridləri adlanırdı və biz keçirik Şeyx Cüneyddən etibarən 1447-1460-cı illərdə Səfəvi deməli Sufi dərviş təriqətinin hakimi olmuşdur Şeyx Cüneyd. Həm də Ərdəbil hakimi kimi Ərdəbil taxtında oturmuşdur. Lakin bu dövrdə Azərbaycanda hansı dövlət var idi uşaqlar? 1440-cı illərdə Qaraqoyunlular dövləti var idi də. 1449-cu ildə Qaraqoyunlu Cahan Şah Ərdəbil hakimliyinin əhali arasındakı nüfuzunun artmasından, güclənməsindən qorxduğu üçün Şeyx Cüneydə deyir ki, Ərdəbili tərk edər. Və Şeyx Cüneyd də Ərdəbili tərk edərək gedir Suriyaya, Fələstinə, Misirə, o ərazilərə özünə çoxlu müridlər toplayır, öz ətraflı insanlar toplayır və daha sonra qayıdır yenidən Ərdəbilə, Ərdəbil hakimliyinin rəhbərliyinə. Şeyx Cüneyd 1460-cı ildə Şimali Azərbaycanda, Azərbaycan şimal hissəsinə, Şirvana, Dağıstana yürüyüşü zamanı Samur çay sahilindəki döyüşlər, Samur çay sahilindəki döyüşlər əslində Qaraqoyunlu dövlətində də demişik. Deməli, Şirvanşah 1-ci Xəylullah və Qaraqoyunlu Cahan Şahın Birləşmiş Qüvvələri tərəfindən məğlub edilərək Samur döyüşündə öldürülür. Bundan başqa biz deyirik ki, Şeyx Cüneydə aid bir məqamda qeyd etməliyik ki, Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənlə dostluq münasibətləri qurmuşdur. Ağqoyunlu Uzun Həsənin bacısı ilə evlənmişdir Şeyx Cüneyd. Və Cüneydin ölümündən sonra Ərdəbil hakimliyində rəhbərlik etməyə başlayır Şeyx Heydər. 60-88-ci illərdə hakimiyyətdə olur. Yenə də Ağqoyunlu Uzun Həsənlə münasibətlər qurmuşdur. Ağqoyunlu Uzun Həsənin qızı ilə evlənmişdir və bunun nəticəsi idi ki, Uzun Həsən 1470-ci ildə Şeyx Heydəri Ərdəbil taxtına oturdu, irsi varisliyi oturdu və Şeyx Heydər Şah İsmayılın atasıdır. Ərdəbil taxtına otuzdurur və beləliklə Ərdəbili idarə edir. Şeyx Heydər Ağqoyunlu ilə yaxşı münasibətlər qurmuşdur və 83-87-88-ci illərdə Şirvana, Dağıstana yürüyüşlər etmişdir. Sonuncu bu tip yürüyüşündə 88-ci ildə Şirvanşah Fərrux Yasar və artıq Ağqoyunluda biz demişdik ki, Uzun Həsənin ölümündən sonra gələn Sultan Yaqub Ərdəbil hakimliyinə qarşı mübarizə aparırdı. Çünki Ərdəbil hakimliyi güclənmişdir. 88-ci il Şahdağ döyüşündə Şirvanşah Fərrux Yasar və Ağqoyunlu hökmdarı Sultan Yaqub birlikdə Şeyx Heydəri məğlub edirlər və Şeyx Heydər öldürülür. Onların övladlarını da salırlar zindana, anasını, yəni ki, Şeyx Heydərin arvadını, Uzun Həsənin qızını, yəni və onların övladlarını Şeyx Sultan Əli idi, Şeyx İsmayıl idi, yəni bildiğimiz Şah İsmayıl və onların analarını həbsə, zindana atırlar. Nə zaman ki, Sultan Yaqub ölür, yəni 1490-cı ildə, Ağqoyunluda gəlir hakimiyyəti Rüstəm Paşa. Rüstəm nə edir? Baysunqur sonra Rüstəmdə. Rüstəm hakimiyyətə gələrkən 1492-də bu Şeyx Heydərin oğlanlarını həbsdən azad edir ki, onların köməyindən istifadə eləsin mübarizədə. Və həqiqətən də Sultan Əlinin Şeyx İsmayıl indi balaca idi, köməyindən istifadə edir. Amma sonra görür ki, Ərdəbil hakimliyi yenidən güclənmək istəyir. Şeyx Sultan Əlinin ətrafına yenə çoxlu insanlar toplanır. Buna görə də 94-cü ildə Şəməsi döyüşündə Rüstəm Padşah Ərdəbil hakimliyini məğlub edir və burada Sultan Əli, Şeyx Sultan Əli öldürülür. Şeyx Sultan Əli Şahdağ döyüşünə gedərkən öz qardaşı, balaca qardaşı Şeyx İsmayılı varis təyin edərək getmişdir.
və onun ətrafındakı adamlar da İsmaili qaçırtmışdılar Lahicana, Gilana yəni qaçırtmışdılar. Sultanəlinin ölümündən sonra İsmaili Sufi Dərviş təriqətinin başçısı elan edirlər və onu gizlədirlər. Belə bir rəvayət var ki, Rüstəmin adamları gəlir Lahicana, Lahican hakiminə deyir ki, Şeyx İsmailidir. O da deyir ki, İsmaili zəmbilə qoyub ağacdan asır və and içir ki, Quran əlbası and içir ki, ayaqları mənim torpağıma dəyir. Belə, 1499-cu ildə Şeyx İsmail artıq müəyyən bir yaşa çatdıqdan sonra, təqribən 87-də doğulubsa, 1999-da 12-13 yaşında öz ətrafındakı müridləri ilə birlikdə gəlir Lahicandan Ərdəbilə, oradan gedir Ərzincana, Ərzincan müşavirəsi keçirir 1500-də və qərar alınır ki, ilk zərbə kimə vurulsun? Atasının qatili olan Şirvanşah Fərrux Yasara vurulsun. Hücum edirlər Şirvanşahlar dövləti üzərinə və Cavabı döyüşündə Şeyx İsmailin orduları qalib gəlir, Şirvanşah Fərrux Yasar öldürülür. Şamaxı şəhəri ələ keçirilir, 1501-ci ilin yazında Bakı şəhəri ələ keçirilir, ancaq qalır uşaqlar Gülüstan qalası. Gülüstan qalası harada idi? Şamaxıda. Gülüstan qalası qalır. Bu zaman İsmail'ə xəbər gəlir ki, bəs Əlvənd Mirzə cənubdan hücuma keçir. Təbrizdən hücuma başlayır. İsmail da öz müridlərindən soruşur ki, sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası? Müridləri də hamısı deyir ki, Azərbaycan lazımdır. Buna görə də 1501-ci ildə Şərur döyüşündə Şeyx İsmailin orduları Ağqoyunlu Əlvənd Mirzənin qoşununu məğlub edir. Beləliklə də Ağqoyunlu'nun birinci qolu süqut edir. Bu belə. Bu 1494-1501 Şeyx İsmail dövrüdür, Şeyx olduğu dövrdür. İndi gəlirik Səfəvi dövlətinin yaranmasına. Şərur döyüşünün nəticəsi olaraq Şeyx İsmail Təbrizdə taxta çıxır və olur Şah İsmail və Səfəvi dövləti yaranır. Özü 1501-dən 1524-cü ilə qədər dövlət idarə etmişdi. Bundan sonra 1503-cü ildə Almavlağı döyüşündə Ağqoyunlu'nun digər qolu olan Muradın orduları məğlub edilir. Beləliklə Ağqoyunlu dövləti ümumiyyətlə son qoyulur. 3-cü ildə Almavlağı döyüşündən sonra Səfəvinin əraziləri genişlənir. Paytaxtı Təbriz idi təbii ki. Əraziləri genişlənir. Ərəb İraqı, Fars, Kirman və digər əraziləri İsmail ələ keçirir. 1510-cu ildə, bura qeyd etməmişəm, Dərbəndi ələ keçirir, Azərbaycan şimal hissələrində tutur. Bir də 1510-cu ildə məşhur Mərv döyüşü var. Mərv döyüşündə Şah İsmail Şeybanilər dövlətinə qalib gəlir və Səfəvi dövləti Amudəryadan ta Xorasana qədərki əraziləri əhatə edən böyük bir imperiyaya çevrilir. Və 1514-cü ildə isə bilirsiniz, Çavdar döyüşündə Osmanlıya məğlub olmuşdur. Səfəvinin idarəetmə sisteminə baxsaq, uşaqlar, Qaraqoyunlu Ağqoyunludan müəyyən fərqlər var. Birinci yerdə dururdu Şah, amma Qaraqoyunlu Ağqoyunluda padşah idi. İkinci yerdə dururdu burada vəkil, Şahın dünyəvi və dini işlər üzrə müavini idi. Yer gəlmişdir, bir şey dediyim ki, Səfəvi dövləti teokratiyaya əsaslanan dövlət idi, teokratik dövlət. İkinci qrupa gedənlər, teokratik dövlət nədir? Dini qaydalarla idarə olunan dövlət deməkdir. Yəni, Şah həm də dini rəhbər idi ölkədə və Səfəvi dövləti Şiə məzhəbli bir dövlət idi. Üçüncü yerdə dururdu Əmir Əlimarə, bu Qaraqoyunlu Ağqoyunlu ilə eynidir, ordu komandanı deməkdir. İlk ordu komandanı Hüseyin bəy Lələ olmuşdu, səhv etmirəmsə, amma sonra onu çıxardır Şah İsmail. Sonra vəzir var idi, maliyyə məsələləri, daxili xarici işlərinə nəzarət edirdi. Qorçubaşı var idi, Çəlik adlanan dəstələri başçısı idi. Qazi, ta demişəm, Ərəb dövründən bəri dəyişib, məhkəmələri idarə edirdi. Ali məclis var idi, Şahın yanında məşvərətçi orqanı idi, orada 12 dənə vəzirləri yığılırdı, mühüm qərarlar qəbul edirlər. Məsələn, o bayaq dediyim, sizə Azərbaycan taxtı lazımdır, yoxsa Gülüstan qalası. Belə. Bəylərbəylikləri idarə edirdi. Yeri gəlmişkən, Səfəvi dövlətində Azərbaycan əraziləri 4 dənə bəylərbəyliyə bölünmüşdü. İlk yarananlar Qarabağın Təbriz bəylərbəyi olmuşdur. Sonra Şirvan bəylərbəyliyi 1538-də yaranır, Şirvanşahların sübutu ilə. Çuxursəd isə 17-ci əsrdə yaranmış bəylərbəylik. Yəni tərkibində Azərbaycan əraziləri 4 dənə bəylərbəylikdə idi.
Belə. İndi başqa ərazilər də ola bilər Bəylərbəyliyə bölünüb, onu indi biz bilmirik. Kələntər şəhərləri idarə edirdi, Darğa asayişi qoruyurdu, yəni polis rolu oynayırdı. Kəndxuda kəndləri idarə edirdi. Sultan kiçik əraziləri, kiçik ərazi vahidləri var idi ki, onları idarə edirdi. Xan isə ali inzibati mövqe tutan şəxs idi. Bir də mahalları idarə edənlər, uşaqlar, bu testləri çox düşür və çox asan bir şeydir. 16-cı əsrdə naib idi mahalları idarə edən, 17-ci əsrdə isə qolbəylər idi ki, mahalları idarə edirdi. Vilayətlər. Yəni, ərazi bölgüsü. Bəylərbəyi, mahal, şəhər, kənd bu formada. Ən böyük Bəylərbəyi, sonra mahal, sonra şəhər, sonra isə kəndlər idi. Belə, bu qədər çox kifayət qədər rahat. Darğa polis vəzifəsində. Hə, Darğa şəhərdə asayışı. Darğa sözü mənası canişin demək deyil. Yox. Darğa sözün sırf mənasını bilmirəm, amma darğa ta biz şeydə də keçəcəyik. Xanlıqlar dövründə də asayışı nəzarət edir. O söz mənası canişin.